Hicablıdır, toyda kişilerin qarşısında rəqs edir. Hicablıdır, namaz qılmır, oruç tutmur, sırğalarını nümayiş etdirir. Hicablıdır, dar geyinir, min cürə makyaj edir. Hicablıdır, həyat yoldaşına xəyanət edir. Kişilərlə, naməhrəmlərlə əl-ələ verib görüşür. Halal haram tanımır, Allahın hökmlərini əməl etmir. Ziyarətə gedib gəlir, namaz qılmır, oruç tutmur, vacibata əməl etmir. Sadəcə adı budur ki, hicab taxıb. Amma digər bütün günah əməlləri də edir. Sən cəmiyyətə bir örnək olmalısan, nümunə olmalısan. Bu əməllərinlə hicabı gözdən salırsan, dinə zərbə vurursan. Bu hicab min illərlə olub və olacaq da, sən özünə əslində ziyan vurursan. Öz adını pisə çıxardırsan. O düzgün taxanlar seçilsin, cəmiyyətdə örnək olsun. Daha onların dalıca da heç kəs bir söz deməz. Sonra da bəzi avam insanlar nə deyir? Hicablılar min hoqqadan çıxır. Elə 5-3 nəfərə görə hamını qatır bir-birinə. O da özünə görə günah qazanır. O ağıllı insan olsaydı, təqvalı, ixlaslı, özünə yaxşı oğlan deyən olsaydı, bilərdi ki, bəli, 5 dənə yaxşı da var, 5 dənə pis də var. Amma sənin kimi şəxslərin əməllərinə görə o hamını bir görür. Hicab taxırsansa xoş əxlaqlı olmalısan, ədəbin, əxlaqın olmalıdır. Söyüş söyməməlisən, canlı yayım açırsan, naməhrəm kişilərlə deyib gülürsən. Özünü nümayiş etdirirsən. TikTokda cürbəcür hicabla videolar çəkirsiniz. Ayıbdır. Sizin hicabınıza baxıb dinə gəlmədilər, namaza gəlmədilər, hicab taxmalıdırlar, oruç tutmalıdırlar, dinin hökmlərini öyrənməlidirlər. Dinə məhəbbətləri artmalıdır. Amma siz elə edirsiniz ki, dindən uzaqlaşırlar. Allaha necə cavab verəsiniz?